milyonluq bina açıblar, hələ də bu bina fəaliyyətə başlamışdır. Mənim bir şey bu milyonluq kimi bir bina var illahi. Ha, Bu binası işləmir. armudu stəkana oxşuyur da, diqqət edin ona. Ha, bu armudu stəkan deyək ki, nə vaxt fəaliyyətə başlayır? Böyle baxlar dedim də efir vasitəsilə smeta dəyərində artırmalar olubdu, eşitdiyimiz, bildiyimiz qədər. Mətbuatda da yazmışlar bu haqda. Biz canlı yayımdayıq. Bəli, canlı yayındasınız. Ha. Mən buradan Bayaqları Bakı Baş Gömrük İdarəsinin qarşısındaydıq. İndi gəlmişik Dövlət Gömrük Komitəsinin qarşısına. Cənab Prezident, bir daha buradan sizə səslənirəm. Sizin apardığınız iqtisadi siyasəti dəstəkləyirik. Siz özünüz dəfələrlə bildirmişsiniz ki, öz çıxışlarınızda bildirirsiniz ki, Xalq İqtidar Birliyinin Azərbaycanda inkişafı əsas prioritetdir sizin üçün. Bəli. Amma Elmir Ramazanov xalqı sərsidir. Elmir Ramazanovun bugünkü gündə elədiyi əməllər sırf sizin birinci verdiyiniz sərəncamlara ziddir, verdiyiniz tapşırıqlara ziddir. Bugün mən gəlmişəm bura və buradan indi girəcəyik içəri. Xahiş edəcəm Şahin müəllim Bağırov məni qəbul eləsin. Bəlkə Şahin müəllimə qulaq asdı Elmir Ramazanov. Bəlkə Şahin müəllim izah edə bildi. Buradan mən bir daha səslənirəm. Şahin müəllim, bəlkə də baxırsınız indi, mən bu dəqiqə daxil olacağım və xahiş edəcəm ki, Şahin müəllim özü müdaxilə eləsin bu məsələyə. Axı bu boyda süründürməçilik ola bilməz. Axı əgər məktubunda, bayaqki məktubunda sizə göstərmişdik də, bunlar bugün həmin məktub veriblər və bu məktubda konkret göstərir ki, Araz sistemi avtomatlaşdırılmış risk analizi sistemi tərəfindən mən qırmızı dəhliz oxuya bilərsiniz. Qırmızı dəhliz müəyyən edilmişdir. Elmir Ramazanov, bir daha deyirəm, gömrük qanunvericiliyi xahiş edirəm, aç oxu. Əgər mənim şirkətim birinci o yerə gətirim çıxardım ki, birinci ondan danışaq ki, qırmızı dəhlizə mən niyə düşmüşəm müəllim? Maraqlı bir şeydir. Nə oldu? Bunların himayə elədiyi şirkətlər qırmızı dəhlizə düşmədilər. Mən 17 malla gəldim, düşdüm. Qırmızı dəhlizə ümumiyyətlə düşmənizlə bağlı məlumatınız oldu. Elmir Ramazanov və digərləri dəfələrlə bildiriblər ki, mənim mallarım 35 min dəfə yoxlanılıb. Onun içindən əyri-əksi bir məsələ çıxmayıbdır. Xırda bir şeylər ola bilər, nəsə olsa necə də olmayıbdır. Bir açıqlama verin ki, qırmızı dəhliz dedikləri nə? Müəllim, qırmızı dəhliz deyəndə bunların Araz sistemi var. Avtomatlaşdırılmış risk analiz sistemi. Həmin sistemə əgər düşürsənsə, məndən heç bir ərzət ehtiyac yoxdur. Sadəcə düşübdür, qırmızıdasan, zəhmət çək, maşını çal içəri, mən etiraz eləmirəm, gələk, bax, məni yola saçdım, gedim. Bir də ki, burada məsələ biz necədir? Bəli? Qırmızı dəhlizdə düşmüşsə, sizin malınızın yoxlanışı və buraxılması. Bəli. Neçə gün çəkməli? Yəni, qabaq o 3 gün idi, sonra onu qısaltdılar, daha çox idi, 3 gün idi. Köhnə sistemlə işləyirlər. 24 saat ərzində bu təyin olmalıdır, baxın, amma yenə də məsələ nədir? Diqqət edin. Əgərləri bütün sahibkarlara, bax, bu məktub kimi, gəlin belə götürək ki, bütün sahibkarlara bu məktub verilsə, cənab prezident, mən çox üzr istəyirəm, xahiş edirəm sizdən, bizə kömək edin, mənə kömək edin şəxsən. Mənim kimi sahibkarlar orada var, danışa bilmirlər. Mənim borcumdur, cənab prezident, siz deyirsiniz ki, yəni ictimailəşdirin, göstərin. Mən göstərirəm, mən göstərəcəm. Əgər bütün sahibkarlara bu sənədlər, bu belə bir məktub verilsə, siz diqqət edin, 2000 yenə də qayıdırıq 2000 bəyannamaya, onda onların fiziki cəhətdən heç vaxtı olmayacaqdı belə şey. Hava çıxacaqlar bu mallar. Nə oldu elə mən düşdüm. Bəli. Soruşur ki, bayanlar qəbula gedib Bakı Baş Gömrük İdarəsində. Bəli. Qəbulda sizə nə dedilər? Qəbulda bu məktubu verdilər. Buyurun. Elmir Ramazanov deyir ki, sən qırmızı dəhlizdəsən, eyni zamanda bu göstərir ki, deyir sən qırmızı dəhlizdə tutmuşsan. Yəni yenə də üzr istəyirəm, çox üzr istəyirəm. Bayaqlar dediyim kimi, yumurta verməyən toyuqdur, kəsin bunu. Sən qırmızı dəhlizdəsən. Amma 165 min adlı içində olan malla digər şirkətlər himayə elədiyi şirkətdir. Çünki mən himayə elədiyi şirkətlərdən deyiləm. Çünki mən Elmir Ramazanovun himayə elədiyi. Müəllim məntiqi çıxır da burada, niyə çıxmır ki? Qardaş ki, orada var da, niyə hamısı qırmızıya düşmür, mən düşdüm qırmızıya. Yaxşı, Nərgiz xanım əgərləri, fikir verin burada, əgər deyir ki, mən dəyəri müəyyənləşdirə bilmirəm. Sən dəyəri müəyyənləşdirə bilmirsənsə, Şahin müəllim. Bir dəqiqə. Diqqət edin, dəyəri müəyyənləşdirə bilmirlərsə, onda sənin sistemi işləmir. Düz demirəm bəlkə? Sənin sistemi işləmir. Sistem işləmir ki, və yaxud da ki, lazımı adam yerində deyil. Olaraq
burada artıq əməkdaşın savadsızlığı və əməkdaşın lazımsız bir kadr olduğu ortaya çıxır da. Müəllim sadəcə bəli, bəli. Bunlar baxın. Sadəcə burada bir dənə nüans var. Yenə də tarif haqqında qanuna əl atsaq 18-ci maddənin 5-ci 18.5 səhv eləmirəmsə göstərir ki, ən asan və ən sadə yolla sən hesablama aparmalısan, baxmalısan. Bir, ikincisi ki, əgər sən bu məktubu belə yazırdınsa, bu günləri yazdığında gördün ki, jurnalistlər gəliblər, gördün ki, media informasiya çıxıb Elmir Ramazanov. Yenə də burada səhv eləmirsən. Burada mənə göstərir ki, qeyd olunan, burada göstərir ki, burada göstərir axırda. Deməli, baxış aktının imzalanması üçün gömrük nəzarəti zonasına yaxınlaşmanı sizdən xahiş olunur. Mən oradaydım da, məndən ərzəni niyə istəyirsən Elmir Ramazanov? Rami bəy, tək sizin mallarınızı qiymətləndirmirlər. Mənim mallarımı qiymətləndirə bilmirlər. Mən Azərbaycanda böyük probleməm. Mənim mallarım problemdir. Ona görə də, cənab prezident, siz özünüz demirsiniz ki, siz xalqın xidmətçisiniz və xalqın xidmətçisi, bir dəqiqə mənim, xalqın xidmətçisiz. Eyni zamanda onda Şahin müəllim də xalqın xidmətçisi olmalıdır. İndi gəlin yaxınlaşaq, görək, məni Şahin müəllim qəbul edir, eləmir. Mən mavinlər lazım deyil. Mavinlər məni qəbul edir, hərəsə heç kim, Elmir Ramazanov heç kim gücü satmır. Heç Elnur Əliyevin də gücü satmır. Hansı ki, deyir ki, mənim dəstəkləyicim odur. Onda belə çıxır ki, onun da gücü satmır. Bəs kimin gücü satır? Bəli. Yəni, hər yerdə belə qeyri-legal danışır ki, mənim. Qardaş, onda kimə arxalanırsan Elmir Ramazanov? Cənab prezident özü deyir ki, kimə arxalanırlarsa, mən onun arxasında duranlarla baxacaq məsələlərə. Axırda da elə olacaqdır. Necə ki, indiyənə kimi olubdur. Beyincə deyirəm, burada nə demək istəyirəm? Elmir Ramazanov, yazmışsan ki, gömrük nəzarəti zonasının yoxlanılması üçün gömrük nəzarəti zonasına yaxınlaşmağı xahiş olunur. Mən oradaydım da, bəs mənim məktubumu neyinirsən? Məqsəd nədən şey ki, məndən məktub istəyirsən? Qardaş, zolağa düşmüşəm, qırmızı zolaqdır, qırmızı dəhlizdir. Araz sistemidir, nədir başa düşmürəm. İşlədə bilmirsiniz, sübut. Nərgiz təyin edə bilmir. Nərgiz amma qrup rəhbəridir. Yaxşı, təyin edə bilmirsə, qardaş, zorla salmalısın. Çünki qanun veziri etdiyi ki, əgər sən qırmızı dəhlizdəsənsə, dərhal baxış keçirilməlidir. Mən kiməm ki burada? Göndərim nümayəndəmi, göndərim gəlsin işçilərim dursun orada. Aç başda da, bəs başda ki, mən niyə nərə narazılıq satmalıyım ortada? Gedək yolda biz bunları... Dəyərli izləyicilər, Qapı bağlı olacaq. Qapılar bağlı. Polis bağladı. Bu da xalqa, bu da xidmət. Qapılar bağlandı. Bizim pullarla bunlar maaş alırlar. Bizim pullarla açıldı. Mən Şahin müəllimin qəbuluna olar. Gedək, görək Şahin müəllim qəbul eləsin. Gedək. Və onlar çəkiliş eləməyəcək, mən Şahin müəllim istəyirəm. Amma indidən burada deyirəm, mən Şahin müəllimlə başlayıb heç kimi istəmirəm. Mənə Şahin müəllim lazımdır ki, bəlkə Şahin müəllim Elmir Ramazanova göstəriş verə bilsin. Oldu. Mən bu günləri məlumat verəcəm hamısını. Gözləyirək burada. Öyle de o. Kaçın da yapsın abi. Ama burada gördüğünüz kimi Gömrükbaşı İdarəsində komitənin qarşısındayıq. İş adamı Elmir Ramil Aslanovu daxil oldu içəri. Şahin Bağırovla görüşməyə. Dedilər ki, Şahin Bağırov qəbul edəcək. Görək indi qəbul edəcək yoxsa yox. Məsələ ilə bağlı fasilə veririk. Yenidən yayıma qoşulacağıq. Xahiş edirik, bizi izləməyi unutmayın. İndi hal-hazırda yayımı müvəqqəti dondururuq. Yenidən bağlanacağıq.